Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Bugünkü açılım nə açılımıdır? Keçən dəfə sizə söz vermişdim. Gəlin baxaq görək, sevdiyiniz insan, ağlınızda, ürəyinizdə olan o insan sizin şəklinizə baxanda və yaxud da ki, sizi görəndə nə düşünür? Fərq eləmir, danışmırsınızsa, şəklinizə baxanda, bir yerdə sizsə üz-üzə gələndə və yaxud da yenə də şəklinizə baxanda nə düşünür? 3 variant olacaq, həmişə olduğu kimi. Videom sırf izləyicilərimə aiddir, kənar şəxslər izləməsin. Gəlin baxaq görək. Belə bir video çəkməmişəm. Düşündüm ki, sizin də marağınızda olar. Buna görə çəkək. Kartlarımızı qarışdıraq və 3 variant. Birinci, ikinci ve üçüncü dəstə üzerine bir şey qoyacağım. Hansı dəstə ilə daha çox uyumlanırsınızsa onu da seçin. Baxaq görək, sevdiyiniz insan sizi görəndə nə düşünür? Ağlından nə keçir, ürəyindən nə keçir? Fərqi yoxdur. Bunu sizə deyib, deməyib. Heç bir fərqi yoxdur. Sadəcə onun belə deyim, düşüncələrinə girək, baxaq görək, həmin insan nə düşünür. Həmin adamın adını çəkin ürəyinizdə və baxaq görək. Birinci variantı seçənlər. Sevdiyiniz insan sizin şəklinizə baxanda, özünüzə baxanda nə düşünür? Düşüncəsində nə olur? Nə gəzir düşüncəsində? Buna baxaq. Belə bir şey deyim. İlk olaraq ya siz maddiyata önəm verən bir insansınız, ya maddi durumunuz yaxşı bir insansınız, ya ailə qurub ayrılmışsınız və yaxud da ki, hal-hazırda ailəli ola bilərsiniz. Sizə baxanda çox qəşəng bir xanım olduğunuzu düşünür. Çox qəşəng bir xanım olduğunuzu düşünür. Belə deyim ki, ailə canlı və yaxud da ki, ona doğmalıq göstərən, ona məsləhətlər verən, yəni sizin məsləhətinizə ehtiyacı olan bir insandır. Sizə qarşı böyük bir doğmalığı və yaxud da ki, necə deyim, yəni siz onun üçün adi bir xanım deyilsiniz. Və bəzən də duyğusal tərəflərini göstərən, çox cüzi göstərirsiniz. Yəni tam olaraq duyğusal tərəfinizi göstərmirsiniz. Cüzi də olsa duyğusal tərəflərinizi bəzən düşünürsünüz və çox əli açıq olan bir insansınız. Necə əli açıq? Yəni o sizə necə gəlsə, tutaq ki deyirəm, o sizə bir addım atsa, siz ona 2 addım atarsınız. Yəni yetər ki o mənə gəlsin. Sevdiyiniz insanın ağlında belə bir şeylər var. Qəşəng xanımdır, özünə fikir verən xanımdır. Maddi durumu yaxşı ola bilər və yaxud da ki, maddiyata önəm verə bilən bir insandır. Yaşca biraz böyük də ola bilərsiniz. Yəni oturuşmuş bir xaraktersiniz, çox düşünən bir xaraktersiniz. Sırazu addım atan, duyğusal yöndə addım atan insan deyilsiniz. Oturursunuz, fikirləşirsiniz, ondan sonra addım atan bir insansınız və sizə qarşı böyük bir doğmalığı var. Bu insan sizin ailəniz də ola bilər və yaxud da ailəli deyilsinizsə, yəni subaysızsa bu insan sizi ailə gözündə görür. Əgər hər iki tərəfdə subaydısa, bu insan sizi ailəli gözündə görür və yaxud da ki, gələcəyə doğru ailə qurmaq yönündə görür sizi. Bəzən duyğusal tərəflərini göstərən və əli açıq bir insan. Belə yaxşı çıxdı, əslində pis çıxmadı. Yəni bir fırıldaqçı, bir yalancı bir insan kimi görmədi. Baxın, ikinci, üçüncü variantlarda çıxsa deyəcəm, inciməyin məndən. Birinci variantda elə bir yəni oğlanın düşüncəsində elə bir insan kimi deyilsiniz. Baxaq ikinci variantı seçənlər. Baxaq görək. Sizin sevdiyiniz insan sizin haqqınızda şəklinizə baxanda, üzünüzə baxanda nə düşünür? Yəni bu demək deyil ki, siz elə bir formadasınız. Sadəcə onun düşüncələrini oxuyuruq. O elə düşünür. Yox da eləsinizsə yorumlarda yazarsınız elə olduğunuzu. Birinci variantı
açdıq, baxdıq. İkinci variantda nə çıxacaq, yenə də özünüzü göstərərsiniz. Baxaq görək sizin sevdiyiniz insan nə düşünür? Aha. Belə bir şey deyim. Burada da yalancı kimi çıxmamısınız onun gözündə. Duyğusaldır, çox duyğusaldır. Məni də çox sevir. Belə bir düşüncəsi var. Bəzən dəli doludur. Bəzən dəli dolu tərəflərini görürəm. Bəzən də səbəbsizcə məndən uzaqlaşır, soyuqluq göstərir. Nə bilim, bəlkə də mən elə bir şeylər edirəm ki, o mənə tərəf, yəni soyuqluğunu göstərir. İkiniz də bir yerdə oxuyur və yaxud da işləyir ola bilərsiniz. Bir yerdə işləyirsiniz. Əgər belə bir vəziyyət yoxdursa, bu insan sizlə qanunlu bir münasibətə girə bilər. Yəni ağlında elə bir şey var. Birinci variantda gələcəyə doğru ailə qurmaq düşünə bilər, amma indiki ikinci varianta aiddir. Burada isə bu insan sizlə tamamilə, yəni belə deyim ki, qanunlu bir münasibətə girmək istəyir. Yəni sizə nişanlılıq təklif edə bilər, gəlin nişanlanaq və ya münasibətimizi ikinci bir plana, daha üst mərtəbəyə daşıyaq. Belə bir düşüncəsi var. Sizin çox oturuşmuş, sizin çox ağıllı bir tərəfinizi düşünür və sevdiyi insan üçün və yaxud da ki, çox istədiyi bir insan üçün əlindən gələn hər şeyi eləyər. Misal üçün, onun pula ehtiyacı varsa, o düşünür ki, siz onun üçün hər şey eləyərsiniz. Ümumilikdə çox duyğusalsınız. Burada su ünsürü və od ünsürü ola bilərsiniz. Çox duyğusalsınız, bəzən dəli dolu tərəfləriniz də var. Bəzən olur ki, bu insana qarşı soyuq addımlar atırsınız, üzünüzü çevirib gedirsiniz. Bəzən bitirmiş kimi göstərirsiniz. Adamın düşüncəsi odur. Amma ya bir yerdə oxuyursunuz siz, ya işləyirsiniz. Çünki eyni müəssisədə ola bilərsiniz. Və sizlə ciddi, qanunlu bir münasibət düşünür bu insan. Əgər belə bir şeylər yoxdursa, siz özünüzü daha yaxşı bilirsiniz də, necə bir münasibət içərisindəsiz. Ola bilsin ki, bu insan evlidir, ona görə əli qolu bağlıdır və mənə görə də hər şeyi eləyə bilər. Burada da onun gözündə yalancı, fırıldaqçı, xəyanətkar bir vəziyyətdə deyilsiniz. Kartlarınız yaxşı çıxdı üstündə. Hal-hazırki vəziyyət üçün adam belə düşünür. İkinci variantda getdik. Yenə deyirəm, bu o demək deyil, siz beləsiz, sizin xarakteristikanızı oxuyuram. Yox, adamın gözündə beləsiz. Yəni adam belə düşünür sizin haqqınızda. Yorumlarda da özünüzü göstərərsiniz. Üçüncü variantı seçənlər. Gəlin baxaq görək. Sizdə nə görünür? Sizin istədiyiniz insan sizin şəklinizə baxanda və yaxud da ki, sizi görəndə nə düşünür? Bura qədər yaxşı gəlmişdik, amma olur da bəzən. Ola bilsin keçmişdən tanıdığınız bir insandır, o və yaxud da o sizi çoxdandan tanıyır. Yəni təzə bir münasibət kimi görmürəm sizi. Sizin üçün sizə hər baxanda belə deyim də, yəni belə bəzən bir gözü kədər, bir gözü sevinclə baxır. Bəzən sizə qarşı haqsızlıq elədiyini düşünür və elədiklərinə görə biraz peşmançılıq hissi yaşaya bilər. Yəni keçmişə dair ola bilsin bəzi peşmançılıqları var. Maddi vəziyyətinizin yaxşı olduğunu düşünə bilər və yaxud da ki, pul yığırsınız, belə bir insan kimi görə bilər. Egolusuz, çox da hər bir mövzuda ilk öncə addım atan bir insan deyilsiniz və yaxud egolu ola bilərsiniz və yaxud da ki, maddi durumunuz çox yaxşıdır sizin. Burada da onu göstərir. Çox düşünən bir insan da sırası addım atmaz, düşünər ondan sonra. Amma bəzən də bizim aramızda da güvənsizlik olur. Ola bilsin ki, düşünür ki, mən ona qarşı güvənsizlik eləyirəm, o da məcbur qalır. Ya mənə yalan danışır, ya məni nəydəsə günahlandırır. Amma bəzən sizin burada yalan danışdığınızı da düşünür. Yəni bəzən aranıza güvənsizlik girir və bu adamı ikiləmdə qoyur. Yəni fikirləşir ki, yəni belə açıq deyim də sizə, sizi yargılamaq istəmirəm, amma kartlarda nə çıxıbsa onu da deyirəm və bu o demək deyil ki, siz eləsiz, sadəcə onun gözündə. Bəzən düşünür ki, siz ona xəyanət edirsiniz. Yəni belə bir, ola bilsin ki, bu insan psix bir adamdır və yaxud da ki,
Bilirsiz, qısqanclıqdan da o duruma düşə bilər insan ki, bu mənə xəyanət edir. Bəlkə də elə bir şey yoxdur. Sadəcə olaraq o düşünür ki, ortada üçüncü şəxs ola bilər. Və yaxud da mənlə danışmayanda bu üçüncü bir şəxslə danışa bilər. Mənlə danışmayanda kimsə bunun həyatına girib sizi qəşəng bir xanım kimi görür, maddi durumunuzun da yerində olduğunu görür və düşünür ki, mən onun həyatında olmayanda, onun həyatına kimsə girsə, onu həyatında saxlayar. Bəzən sizə güvənmir, yəni bunu deyim. Ümumilikdə belə bir şey, bəzən keçmişə dair peşmançılıqlar var və keçmişə dair bəzi şeylərə görə darıxır, maddi durumunuzun yaxşı olduğunu düşünür və yaxud da ki, çox eqolu bir insan kimi görür, heç vaxt heç bir addım atmaz və çox düşünən bir insandır və işkolik bir insandır, işə bağlı bir insandır, ancaq işləyim, nəsə böyük bir məbləğdə bir şey alım. Belə bir vəziyyətdə olmaya da bilərsiniz. Sadəcə onun gözündə eləsiz və bəzən də bizim aramızda güvənsizlik olur. Mən ona inanmıram. Düşünürəm ki, bizim aramızda üçüncü şəxslər var. Belə. Üçüncü variant da belə getdi. Zəhmət olmasa yorumlarda özünüzü göstərin. Görək ki, doğrudan da belə insansınız. Yoxsa sadəcə onun gözündə eləsiz, siz əslində elə deyilsiniz. Belə də ola bilər, yəni fərqi yoxdur. Əsas odur ki, bu mövzu istənilmişdi və mən də sizin istəyinizi nəzərə alaraq bunu çəkdim. Ümidvaram ki, bəyəndiniz. Yorumlarda özünüzü göstərin. Bugün ayın 18-idir və isti-isti çəkirəm videonu. Birazdan da YouTube atacağım. Özünüzə yaxşı baxın. Öpürəm sizi çoxlu-çoxlu. Sağ olun.